Sabahın axşamınız xeyir olsun əziz dostlar. Hər birinizi Astream Akademiyasında salamlayıram. Mən Yadova Dadaşı. Bugünkü bizim dərsimiz Windows Server 2022, Domain Controller və DNS serverə həsr olunacaq. Birinci mərhələ Domain Controllerdə Domain Controllerlə DNS serverinin qurulması barədə danışacağım. Gəlin dəstə artıq Active Directory-nin. Çünki Active Directory biraz dərin mövzu olduğu üçün bir dərsdə onu biz tamamlamayacağıq. Bir neçə dərsimiz ona həsr olunacaq. Deməli, yoldaşlar, gəlin bir balaca Domain Controller haqqında danışaq. Çoxlarımız yəqin eşitmişik. DC də deyirlər ona. Domain Controller nədir? Microsoft'un Active Directory texnologiyasına əsas komponenti olan Domain Controller, qısaca DC, korporativ, yəni bizim bu infrastrukturda, şirkətlərimizdə şəbəkə resurslarını idarə etmək üçün nəzərdə tutulmuş bir serverdir. Yəni bir dənə server olur. Yəni domain kontrol isə çox da ola bilər. Yəni biz indi hər iki nümunə üçün biz birindən söhbət edəcəyik. Domain kontrollər yoldaşlar böyük və mürəkkəb şəbəkə strukturlarında nizam və təhlükəsizliyi təmin edərək mərkəzi nöqtədən şəbəkədə təhlükəsizlik və giriş siyasətlərinə nəzarət etməyə imkan verir. Və domain kontrolün əsas vəzifəsi istifadəçilərin avtorizasiyası və prosesləri siyasəti tətbiq kimi, yəni qrup polisi kimi kritik funksiya yerinə yetirməkdir. Yəni belə deyək də, mən indi bir şəkil çəkmişəm. Yəni touchpad biraz nasazdır, məndə üzrlüsən. Yəni təsəvvür edin ki, bu bizim belə yazaq da DC, bu bizim DC serverimizdir 2022. Məsələn, adını da yazıram, domain kontrollerimizin belə yazaq, astream.local. Və IP-si də məsəl üçün 10.10.10.1-dir. DNS-i də olsun, məsəl üçün main primary DNS olacaq 10.10.1 və yaxud da 1 olmasın, olsun məsəl üçün 200 yazaq. Birinci DNS-imiz də bizim olacaq 200. Yəni belə deyək yoldaşlar, məsəl üçün biz hansı bir şirkətdə və yaxud da infrastrukturda işləyirik. Bizim xeyli sayda istifadəçimiz var bizim. Yəni 5 dənə, 10 dənə, 20 dənə. Əlbəttə ki, bunlar şirkətin firewalllarından, resurslarından faydalanmaq üçün təbii ki, şirkətin daxilində olan serverə qoşulmalıdır. Orada file server də ola bilər, terminal server də ola bilər, exchange server də ola bilər, file share server də ola bilər, print server və digərlər. Yəni əlbəttə qoşulmaq üçün həm təhlükəsizlik cəhətdən, həm də resurslardan istifadə etmək üçün əlbəttə ki, kompüterlər şirkətin şəbəkəsinə qoşulmalıdır. Yəni adi ev interneti ilə yox. Məsələn, əgər bir şirkətdə isə təbii ki, şirkətin şəbəkəsi ilə qoşulmalıdır. Məsəl üçün yazım yenə də məsələn save olunmadı. Astream.local IP-si də 10.20.30, məsəl üçün .100, DNS də 20.30.100. Bəli, bu bizim domain kontrollerimizdir. Və belə deyək, tutalım ki, yeni istifadəçimiz gəlib bizim. Yeni istifadəçi bir dənə adi laptop veriblər. Təsəvvür edin ki, bu laptopdur. Və o, əlbəttə ki, sysadmin və yaxud da IT-nin yetkilər verirlər ona ki, məsəl üçün hansı şöbə, məsəl üçün mühasibatlıq şöbəti. Aha, təsəvvür edin ki, bizim bir serverimiz var, belə deyək. Bu da bizim serverimizdir. Serverimizin adını qoyaq FS. FS yəni File Sharing Server. Və burada bizim çoxlu qovluqlarımız var. Nə bilim, orada sənədlər, file var və digərlər. Əlbəttə, bu birbaşa gəlib ora qoşula bilməyəcək. Bu mümkün deyil. Niyə? Çünki birincisi, həmən bu şirkətin kompüteri, belə word edirik, format update olunandan sonra, lazımı proqramlar yazılandan sonra, o mütləq şəkildə domenə qoşulmalıdır. Yəni həmən bu DC-yə join olunmalıdır ki, yəni serverdə görsün ki, bəli, yeni istifadəçi domain kontrollerə qoşulmaq istəyir. Onun üçün nə etmək lazımdır? İlk növbədə həmən şirkətin mühitində olan IP adresləri yazır, statik və yaxud da DHCP. Statik olsa daha məsləhətdir. Statik IP yazandan sonra
orada IT-lərə xüsusi, belə deyək, IT və yaxud da sysadminlərə xüsusi username, password verilir. Onları yazdığı zaman həmən domain kontroller join olunur. Yəni birbaşa hər hansı bir vəzifəsindən asılı olmayaraq, counter modelinə asılı olmayaraq, birbaşa digər serverlərə o qoşula bilməyəcək. Yəni bu mümkünsüz bir məsələdir. İlk növbədə həmən istifadəçi mütləq şəkildə şirkətin domain kontrollerinə mütləq şəkildə join olmalıdır. O da necə olur? Mən hamısını sizə göstərəcəm. Bir balacada mən vacib məlumatları demək istəyirəm. Domain kontroller yoldaşlar doğrulama avtorizasiya vasitəsilə şəbəkədəki hər bir istifadəçi və kompüter üçün autentifikasiya prosesi idarə edir. Bayaq dediyim kimi, yəni join olmalıdır. Bu proses, yəni mən qoşuldum domain kontroller, mən nə edə bilərəm? Həmən prosesdə istifadəçi sistemi və resurslara giriş tələb etdikdə başlayır. İstifadəçi, yəni məsəl üçün filankəs, parol da budur. İstifadəçi userimiz diskiyə ötürülür və burada Active Directory-də saxlanılan məlumatlarla müqayisə edilir. Yəni orada VPN yetkisi də ola bilər və ona Active Directory-dən əlbəttə ki, yetkilər açılır, qrup var, security qrup var, distribution qrup var, hansı yetkilər lazımdır. Məsəl üçün istifadəçi evdən işləyir remote qaydada, amma şirkətin resurslarına qoşula bilmir. Əlbəttə ki, onun VPN-ə çıxışı olmalıdır. Onların inşallah gələcək dərslərdə mən sizə izah eləyəcəm. Və birinci gəlin başlayaq bizim disimizdən. Disini biz necə quraşdırırıq? Windows serverimizi yandıraq. Biz keçən dəfə sadə formada Windows serveri VMware-ın içinə yazmışdıq. Yəni bomboş, heç nə eləməmişdik. Və indi bu dəfə də biz artıq bunu açırıq. Bəli, bizim serverimiz açıldı. Bu bizim birinci serverimizdir yoldaşlar. Yəni nə terminal serverdir, nə file sharingdir. Biz birinci ardıcıllıqla keçirik və onu da qeyd edim ki, domain kontroldə təkcə domain kontrollerindən yəni iş keçmir. Əlavə olaraq, avtomatik olaraq da domain kontroller qaldıranda Active Directory və yaxud da digər komponentdən istifadə etmək üçün mütləq həmin serverdə DNS serverdə qaldırmaq mütləqdir. Onu da göstərəcəm. Deməli biz nə edirik yoldaşlar? İlk növbədə biz giririk burada Manage bölməsində Add Roles and Features bölməsinə, yəni rolları və özəllikləri əlavə eləmək. Burada biz Next-imizi basırıq. Yenə də Next. Gördüyünüz kimi bizim serverimizin adı, bax gəlin göstərim, CNC-yə basırıq, hostname yazaraq görürsünüz, adi Windows-un default verdiyi bir addır. Amma bu bizdə domain kontroller olduğu üçün biz buna ad verməliyik. Onu da hələ tələsmirik. Gördüyünüz kimi artıq VMware mənə IP ayırıb və bu bizim həm domain kontroller IP-miz olacaq və DNS-imiz olacaq. Biz Next-i basırıq. Burada biz nə seçirik? Görürsünüz, burada xeyvan bizim rollarımız var. DHCP server, DNS, fax, Hyper-V. Əlbəttə hamısını bir server üzərində qurmaq mümkün deyil. Həm yüklənmə cəhətdən, həm də uyğunsuzluq cəhətdən. Domain kontroldə biz nəyi seçirik? Active Directory Domain Services, Add Features və DNS server. Add Features basıb. Burada yəni deyir ki, IP düzgün ünvanlanmayıb. Onu da biz ayarlayacağıq. Next-i vuraraq. Burada heç nə eləmirik. Next, next. Və rolların oturması üçün mütləq şəkildə restart verilməlidir serverə. Install vururuq və gözləyirik bizim komponentlər yükləsin. Biz də həmən dövrdə gəlin baxaq görək bizim serverimiz statik IP-dədir yoxsa DHCP-dədir. Əslində siz buradan da daxil ola bilərsiniz. Network and Intensity. Sadəcə mən CMD komanda ilə öyrəşmişəm. ncpa.spo. Deməli, burada properties'e giririk. İnternet protokol IP verir. Və gördüyünüz kimi statik deyir. DHCP-dədir. Biz buna bizim VMware'ımız nə olub? ipconfig/o. Bəli. 192, 168, 202, 128. Biz nə edirik? Biz bura həmən IP-ni qeyd edirik. 190, 168, 202. Bir dəqiqə baxım, yenə də hər ehtimala əmin olmaq üçün. 202, 128. Subnet maskı verir və gateway vermirik.
ehtiyac yoxdur. Çünki bu bizə uje artıq problem. Çünki mən bura 202.1 yazsam, uje şəbəkə qaçışacaq ki, mən domen kontrollə qoşuluram, yoxsa root-la qoşuluram. Belə yazmağa kifayətdir. DNS-ə də hələ heç nə qeyd eləməyin, çünki biz hələ onu nastroyka eləməmişik. OK vuraraq. Görürsünüz ki, DNS server is empty. O heç, o qalsın. Əsas, yəni main bizdə belə olacaq. 192.202.128 əsasımız da olacaq. Yəni bu DNS-ləri biz qeyd eləməsək, heç bir əməkdaş, yenə də vəzifəsi nasıl olmayaraq, bizim domen kontrolü join oluna bilməyəcək. Çünki DNS düzgün qaydada ayarlanmalıdır. OK basaraq. Bəli, unidentified network verir və net getdi. O, yəni sıxıntı deyil. Bəli, və gördüyünüz kimi bizim bütün komponentlərimiz yükləndi artıq. Close vururuq və gözləyirik ki, restart getsin. Restart getməsə yoldaşlar sıxıntı deyil. Özünüz də buradan restart edə bilərsiniz, yəni vaxt itirməmək üçün. Burada da bizdə soruşur ki, bir özəlliyi də sizə deyim, serverə restart verəndə, indi bilirsiniz də, bir nəfər iş görür, bir nəfər hesabat edir. Siz qəflətən serverə restart verirsiniz, onun heç bir faylı orada save olunmayacaq. Çünki o özü də xəbərsiz ki, durduğu yerdə birdən-birə server getdi. Burada siz seçə bilərsiniz ki, nəyə görə mən restart verim. Görürsünüz, yazıb planlı, plansız və yaxud da hardware nəsə plansız. Mən azə unplanned seçirəm. Yenə də söhbət real avadanlıqdan gedirsə, siz də yəni o işin vaxtına baxır da, ona uyğun elə restart verin ki, yəni digər istifadəçilərə problem yaratmasın. Məsləhət olunur ki, serverə gecə 12-dən sonra da restart vermək məsləhətdir, amma yenə də deyəm, iş vaxtlarına baxır. Bəli, və lokal administratorumuzun biz parolunu yığırıq. Bəli, və gözləyirik bizim server menecimiz açılsın. Artıq biz başlamalıyıq. Aktiv domen kontrol konfigurasiya. Bax, görürsünüz, burada notification bölməsi bildiriş gəlib ki, promote server to domain controller. Yəni ki, domain controlleri nastroykası. Baxın, burada bizdə 3 dənə qayda verir. Domain kontrolleri mövcud domainə əlavə eləmək. Yəni sizdə məsəl üçün bir dənəsi varsa, siz bir domain kontrollerdə 2 dənə də, məsəl üçün astream.vocal, astream.az. Yəni onun əslində mən sizə teoriyasını deyəcəm, o forestry, child, trust, yəni yəqin bilirsinizdə meşə nədir, ağac nədir, orada yəni domendə onda biraz dərinlik mövzuları var. Onları da izah edəcəm. Bizdə yeni olduğu üçün biz burada add new forest. Görürsünüz root domain name. Bu bizim root domain kontrollerimiz olacaq. Yəni baş, kötük kimi. Mən adını qoyuram astream.vocal. Next-i vuraraq. Bunlar qalır. Bunları mən sizə gələcək dərslərə keçəcəm. Read-only domain kontrol nədir, global kataloq nədir və DNS nədir. Biz bura vokal administratorumuza yenə də şifrəsini daxil edirik. Next-i basaraq. DNS delegation-a ehtiyac yoxdur. NetBIOS name. İndi avtomatik özü verəcək. Özü astream verdi. Mən burada heç bir dəyişiklik eləmirəm. Next-i vururam. Və gördüyünüz kimi Windows-un içində bizə 3 dənə qovluq verir. Yəni bizim loqlarımız, database'imiz harda olacaq? NTDS Active Directory və domain kontrollerin vacib olan bir qovluğudur. Yəni İraq olsun, NTDS silinsə, sizin domain kontrolleriniz çökmə %98-99%'dir. Loqlarımız yenə də NTDS-ə düşür. Sysvol papkasına isə ən çox ora düşən qrup polisinin faylları düşür. Yəni qrup polisini tətbiq edən kimi sysvola düşür. Onlara da hamısını mən Active Directory dərsə keçəcəm sizə. NTDS deməli, burada next-i vururuq və bir dənə də bir şey diqqət yetirik ki, domain kontrolleri qaldırdığımız zaman baxın ki, heç bir xəta olmasın. Əgər siz next install edirsinizsə, deməli hər şey okeydir. Və indi hal-hazırda scanner bəli və yazdı ki, bütün bizim çeklərimiz uğurludur. Yəni heç bir xəta falan. Bu arada siz fikir verin. Bu sadəcə update-la olan bir məsələdir. Və install vururuq. Artıq bizim domain kontrollerimiz
demək olar ki, aktivləşdirildi. İndi hal-hazırda bizim test elədiyimiz server də avtomatik özü domen kontrollerə qoşulacaq və adı yəni DC məsəl üçün astream.vokal olacaq. İndi gözləyirik qoy qurtarsın bu. Artıq görürsüz, Active Directory-də fayllar yaradır. Bəli. Görürsüz, məni artıq sign out elədi. Close edirik, gözləyirik. Artıq bax görürsüz, Active Directory Domain Services. Burada artıq bax burada yarandı. DNS də yarandı. FS-imiz də yarandı, o standartdır. Amma FS-i biz burada yaratmayacağıq. Bəli, və server restart getdi. Domenə qoşulduğumuz zaman yoldaşlar qeyd edim ki, kompüterin CPU-sundan, RAM-ından fərqi olmayaraq biraz zaman tələb edir. Yəni bax sizdə Intel i9 olsa belə biraz gözləmək lazım olacaq. Çünki arxa fonda backenddə proseslər gedir deyə, yəni biraz vaxt aparan bir şeydir. Aha. Gördüyümüz kimi artıq domen kontrol aktivdir. Domen görürsüz astream/.administrator. Əgər siz hansısa bir user'da yoxlamaq istəyirsiniz ki, onun kompüter domendədir yoxsa yox, // vuraraq və görürsüz signal astream. Yəni artıq bu kompüter, bu istifadə artıq domendədir. Biz nə edirik? Yenə də lokal şifrəmizi yığırıq. Aha. Və bizim əməliyyat sistemimiz açıldı. Bəli, server menecimizi gözləyirik. Bizim rowlarımız açılmalıdır ki, görürsüz ki, burada gözləmək lazımdır, yüklənmə gedir. Aha, Active Directory'miz burada, DNS'imiz buradadır. Və mən bir balaca vacib məlumatlar barəsində mən sizə danışmaq istəyirəm. Forest tree barəsində ki, siz onu rahatçılıqla biləsiniz ki, domen nədir, tree nədir və forest nədir. Bildiyiniz kimi forest, yəni meşəlik deməkdir. Bizim hal-hazırda root serverimiz hal-hazırda meşə sayılır. Çünki ən əsas serverlərimizdə, domen kontrollerlərimizdən biridir. O əslində Active Directory-lə də bir balaca aiddir. Mən sizə biraz şifahi variantda deyim, gələndə skenə keçəcəm. Active Directory-də
bilirsiniz də, məsəl üçün biz indi hal-hazırda baxın, astırayım. Gəlin mən bu vaxt sileyim, sizin üçün rahatçılıq olsun. Yəni yenisini yaradım, siz baxın. Bu bizim indi hal-hazırda olduğumuz domen kontrolleri. Bunun da adı oldu. Demək astırayım nöqtə lokal. Yəni təsəvvür edək ki, bizim bu domen kontrollerimiz Bakıdadır. Amma bizim digər bir filialımız da var. Məsəl üçün götürək Qubada. Əlbəttə ki, bunlar bir-birlərini görmək üçün replikasiya deyilən bir sistem vardır. Əsas domen kontroldə nə yeniliklər, nə proseslər gedirsə, avtomatik burada gedir. O server arasında replikasiya deyirlər. Yəni belə deyək. Məsəl üçün, bizdə astream.vokalda bütün istifadəçilər, yəni ofisdə bu domen kontrollerə qoşulur. Yəni userlarımız, qruplarımız. Domain eyni Active Directory verilənlər, yəni databasedə paylaşılan kompüter məntiqi qrupu kimi müəyyən edilir. Məsəl üçün, biz yenidən tutalım ki, bizim Qubada bir filialımız var. Amma belə deyək, müxtəlif ehtiyaclara qarşılamaq üçün şirkət yalnız bu məkanda işləyən insanları bu domenin altında toplayır. Yəni qoymur əsasa qoşulsun. Deyir ki, gəlin Quba tərəflə ki, domen kontrollerə qoşulun. Bu bizim əgər meşədirsə bizdə, bunun adını da yazım. Bunun adını yazıram forest. Yekə bir meşədir. Yekə meşənin içində bizim astream.vokalımız var. Amma indi elə eləmək lazımdır ki, istifadəçi qoşulsun həmçinin bu Qubadakına olan. O neynir? O belə bir şey yaradır. İkinci domen adı yaradır. Existing bayaq var. Ona əlavə edir. Astream məsəl üçün .vokal yox, astream belə deyək. Quba.vokal. Artıq bu bundan götürdüyü üçün istifadəçi həm buna qoşula bilir, həm ona qoşula bilir. Yəni artıq əsasdan götürür. Sonra isə daha belə deyək. Mən məsəl üçün bir dənə də mənim serverim var. Bu da olsun məsəl üçün belə deyək, Mingəçevirdə atıram ortaya. Bunun da adını yazacağam astream mingəçevir.lokal. Yenə eyni qayda, amma burada artıq məntiq başqa cür olacaq. Mən bunu bir balaca aşağı çəkeyim. O qalsın belə. Burada necə olacaq? Artıq bu var. Bu bizdə root olacaq. Adını bunu yazıram buradan root və içinə yazıram root. Bu var artıq isə bizdə olacaq tree. Tree yəni ağac. Meşənin içində ağaclar. Gördüyünüz kimi bu əsas, bu var da ağaclar. Yəni hamısı bir-birlərinə uyğunlaşdırılır. Child'da isə necədir? Child domendə root ötürülür treelərə. Treelər isə aşağıdakı subdomenlərə. Astream ola bilər məsəl üçün astream.lokal, .bakı, məsəl üçün də. O artıq baxın sizin infrastrukturunuza. Onu deyim sizə. Və DNS-i mən bir balaca o haqqında danışmaq istəyirəm ki, domeni necə join olunur. Deməli biz daxil oluruq burada. Yəni Active Directory göstərim sizə. Active Directory qısa girmək üçün buradan da girə bilərsiniz. Tools'tan Active Directory Users and Computers və yaxud da rana basaraq dca.mcg komandasına daxil olaraq görürsünüz, hal-hazırda bizdə default olaraq bizim belə bir qovluqlarımız var. Yəni mən burada ehtiyac üçün ayrı bir organization unit yarada bilərəm, mühasibatlı tutsaydı. O artıq bizim gələcək dəstəmizdir. Gəlin DNS serverimizə daxil olaq. DNS-ə daxil olaraq. Və görürsünüz burada bunun adı defaultdur. Mən onu dəyişəcəm sonra. Biz nə edirik? Biz DNS-in üzərinə vuraraq. Yox, estağfurullah. Görürsünüz burada bizim zonalarımız var. Lookup, reverse. Birinci biz yaratmalıyıq lookup zona. Görürsünüz artıq özü bu rekordu yaradıb. Rekord dabarısı gələn dərs olacaq. Biz məsəl üçün new zona seçirik. Next-i seçərək. Next. Zona adını yazıram. Mən məsəl üçün yazıram bunu astream. Burada next-i vururuq. Belə bir zonamız yarandı. Reverse lookup zonada həmin domen adını dəyişir rəqəmə. Nə edirik? New zona, next, primary zona, next, IP verir reverse lookup zona.
Baxın, bizim IP-miz hal-hazırda 192, 200, 228. İndi mən bunu yazanda görün nə baş verir. 192, 168, 202. Görürsüz, onun tərsinəsini yazır. Ya hansısa bir istifaçı join olunanda bir var onun adını yazıb joinsa, bir də var IP-si ilə də sən onu join eləyə bilərsən. Yəni bu zonaları mən yaratmasam, heç bir istifadəçi daxildə domain kontrolerə qoşula bilməyəcək. Mən bunu next vurdum, next və artıq gördüyünüz kimi adır.arpa özü yaratdı. Rekordlarımız da bizim var. Rekordlar çoxdur. Məsələn, A var, Sinem var, MX var. Onların hamısını mən sizə gələn dərslərdə göstərəcəyəm. Bugünlük bu qədər dostlar. Gəlin də bir artıq bir aktiv directory-də, yəni bizim bu DCA MCC-də. Biz burada artıq qovluqlar, qruplar, security-nin fərqi nədir, distribution fərqi nədir, user necə yaradılır, user'a yetki necə verilir və test üçün biz bir dənə Windows 10 yazacağıq bura. Pro versiyasını. Çünki domendə mən sizə demişdim Comtier dərsə ki, Pro versiyasını domenə rahatçılıqla salmaq olur. Və biz onu test edəcəyik ki, domen kontroleri bizim user'ımız necə qoşulur, serveri necə görür və hamısını xırda-xırda mən sizə izah edəcəm. Gəlin dəstədə aktiv directory haqqında yenə də danışacağım, DNS haqqında danışacağım. Yəni bilirsiniz bu mövzu biraz çoxdur deyə mən hamısını desəm bilirəm ki, çoxlarınız anlamayacaq, çoxsunuza biraz çətin gələcək deyə. Hissə isə başa salmaq daha yaxşıdır ki, məsəl üçün ən vacib hissələrini mən sizə deyirəm ki, sabah bir intervyuda, hansısa bir praktikada sizə rahatçılıqla gəlib olsun. Hamınızı uğurlar arzu edirəm. Videoya baxdığınız üçün təşəkkür edirəm. İnşallah növbəti dərslərdə görüşmək ümidi ilə.